Sabahınız xeyirli olsun. Bir ilə yaxındır ki, Bakı məhkəmə kompleksində Azərbaycana və xalqımıza qarşı 35 il ərzində törədilmiş çoxsaylı cinayətlər araşdırılır. Məhkəmə istintaqında cinayət işi üzrə keçən çoxsaylı sənədlər, subutlar, faktlar, iş üzrə keçən çoxsaylı fotomateriallar, videomateriallar tədqiq olunduqdan sonra məhkəmə istintaqı artıq yekunlaşıb və tərəflərin çıxışlarına başlanılıb. İlkin mərhələdə dövlət ittihamçıları çıxış edirlər. Artıq bir neçə iclasdır ki, dövlət ittihamçıları iş üzrə keçən çoxsaylı sənədləri, subutları, faktları qiymətləndirirlər. Dövlət ittihamçılarının çıxışları yekunlaşdıqdan sonra isə zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varislərinin çıxışlarına başlanılacaq. Qeyd edək ki, bu cinayət işi üzrə yarım milyondan çox zərərçəkmiş və zərərçəkmişin hüquqi varisi keçir. Onların məhkəmə prosesində, məhkəmə istintaqı zamanı, eyni zamanda ümumiyyətlə də istintaq zamanı da hüquqlarını nümayəndələri müdafiə edir və onlar da dövlət ittihamçıların çıxışlarından sonra məhkəmədə çıxış edəcəklər. Bundan sonraki mərhələdə isə təqsirləndirilən şəxslər və onların müdafiəçilərinə söz veriləcək. Qeyd edək ki, təqsirləndirilən şəxslərin hər birinin hüquqlarını iki vəkil müdafiə edir. Və təqsirləndirilən şəxslərin də çıxışları yekunlaşdıqdan sonra məhkəmə prosesinə qiymət veriləcək. Bütün əməllərə, bütün sənədlərə, bütün subutlara, faktlara. Məhkəmə prosesi açıq keçirilir. Təqsirləndirilən şəxslərə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülür. Onlar Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinirlər. Qeyd edək ki, açıq keçən məhkəmə iclasında təqsirləndirilən şəxslərin özünün istəyinə uyğun olaraq onların fikirlərini ifadə etmələri üçün rus və erməni dilində tərcüməçilər də ayrılıb. Bu saata bizim çatdıracaqlarımız bu qədər. Onda qeyd edək ki, hazırki mərhələdə göründüyü kimi iclasa hazırlıq aparılır. Zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri də bugünkü iclasda əyləşəcəklər. Qeyd edək ki, onların böyük bir hissəsi məhkəmə iclasında ifadə veriblər və onlar məhkəmədən ədalət tələb ediblər. Böyük bir hissəsini isə məhkəmə iclasında ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunub, hansı ki, onlar müəyyən səbəblərdən məhkəmə prosesində iştirak edə bilmirdilər və bununla bağlı məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdikləri ifadələrinin məhkəmədə elan olunmasını xahiş etmişlər. Bizim Bakı məhkəmə kompleksindən bu saata çatdıracaqlarımız bu qədər, amma biz xəbərlərin növbəti buraxılışında daha geniş məlumatları tamaşaçıların diqqətinə çatdırmağa çalışacağıq. Hələlik isə buyurun, söz yenidən mərkəzdə studiyadadır.